Bəli, qorxma. Qorxmaq lazım deyil. Çünki mən 2025-ci ildən Bəli. sonra Bu kanalda dediğimiz birçok videolarda Azerbaycan korkma, İran'da baş veren savaşlardan demiştim. Ve birçok videolar var idi ki İran'ı vuracak, dağıtacak, böyle olacak. Ama o videoların içinde doğru kulak asanlar görüblər ki iç savaşları, yani ki protestoları otuzduracak. Yani ki mitingler dayanacaq, sonra savaş başlayacaq. Hal-hazırda bəli protestolara dayandırdı. Vuran, öldürən bilirsə nə qədər İranda bir şeylər baş verdi. Bu artıq protesto eləyənlər qalmayıb. Düzdür, dünya mediaları bunu danışır, amma paylaşanlar var ki, güya protesto var, yoxdur. İndi nə gözləyir? İndi savaş 1 aya, 2 aya, mart, maya qədər bu savaş gələcək İran üzərində. Bu mütləqdir, qaçılmazdır. Bunu həmişə demişəm. Əsas o deyil. Ukrayna, Rusiya üzərində də daha çox böyük savaşlar da başlayacaq. Uzqı glazlı olan nazik gözlər də olacaq. Əsas biz Azərbaycan qorxmalı olan savaş deyil, zəlzələdir. Ondan qorunmağın yolları axtarmalıdır. Bütün dünya 3-cü savaşdan qorxmalı olan zamanında bütün dünyada təbii fəlakətlər də təbii ki olacaq. 2026-cı ilin qorxacaq Azərbaycan üçün bir şey yoxdur, Zəngəzur yolu açılacaq. Amma 2028-ci ilə qədər hər an baş verə biləcəyi böyük təbii fəlakətlər və böyük zəlzələdən qorunmağın yolunu axtarmalıdır. Bu zəlzələ olacaq olan tarixin içində 8 rəqəm özünü ifadə edəcək. İndi o zəlzələlərə baxan Kurtulmuş Beydinədə bir kişi var. Çıxıb deyib ki, bu zəlzələlər hər gün olur, qorxacaq bir şey yoxdur. Həmən bəyə demək istəyirəm ki, dünyada elə bir avadanlıq varmı ki, zəlzələ olacağından bir həftə, bir ay qabaq xəbər eləsin? Yoxdur. Bir neçə saat qabaq xəbərdar edə bilərsiniz. Hətta o avadanlıqlarda olsaydı, Türkiyədəki zəlzələndən qabaq türklər xəbər eləyərdi. Ona görə də seismoloji nöqtədə yerləşir, neynir, qoyaq kənara. Hisslərimizə inanan varsa, İran savaşı olacağından əvvəl deyən, İran bir gün açılacaq, İranın hər yerdə insanlar qaçılacaq, qan içində şeylər olacaq demişdim. Harada deyəndə hələ bu kanalda da var da, tarixlərə baxsa bir neçə ay qabaq, maydan sonra olacaq hadisələr və İran barədə var da bunlar. Neysə, özümü doğrultmaq istəyirəm. Doğru olduğunu deyirəm, sübut eləyirəm, düz eləyirəm, zor eləyirəm. Çünki mən hisslərimi güclü bir adamam, nə deyirsə də düz çıxır. Ona görə də istəyirəm ki, zəlzələlər olmasın, olsa da qabağını almaq üçün tədbirləri görün. Dünya üzərində çoxlu böyük təbii fəlakətlər, sellər, sular olacaq, dönəm başlayacaq. Əvvəl dünyanın başqa bölgələrində. Onları olandan sonra gec ola bilər də bu hazırlıqları görmək. İndidən onun üçün hazırlıqları görmək lazımdır. Böyük sellərdən qorumağa yollar axtarsa da, bir də zəlzələlərdən qorumağa yolları axtarmalıdır. Bir də Ukrayna-Rusiya savaşında daha böyük mərhələ çatışmalara gələcəyini demişdim. 20 ballistik raketi mən deyəndən 2-3 gün sonra Ukrayna üzərinə atdığını deyirəm. İndi Rusiya üzərində də böyük bir hadisələr. Bu, dünya 3-cü savaşa insan azaltmağına gətirib çıxacağını demişdim. Əsasən də qayıdıram İrana. İranda ixtişaşlar, daxili ixtişaşlar, mitinglər, insanların protestolara səngiyib, artıq dayanıb deyir. Amma bu o demək deyil ki, İranda savaş olmayacaq. Allah korusun. Bu, təkrar edirəm fikirlərimi sizlərə ki, tam anlamayanlar üçün. Sağ olun.